Uşaq vaxtı anam qutabları o qədər böyük hazırlayırdı ki, bir ədədi ilə bir nəfər tamamilə doyurdu. Mən isə hər zaman deyirdim ki, ana gəl balaca qutablar hazırlayaq. Tam 100 ədəd qutab hazırladım. Ət, qarın və göy qutabı. Duz, su, duru yağ və undan ibarət bir xəmir yoğurdum. Mayadan istifadə etmədim. Xəmiri 20-25 qramlıq kündələrə ayırdım və başladım yaymağa. Kündələrin üzərini bir bezlə örtdüm ki, qurumasın. Yaydıqca növbə ilə ət, qarın və göyləri belə içərisinə əlavə elədim və bişirdim. Normalda istəsəniz corat qutabını sobada da hazırlaya bilərsiniz, amma sobada hazırlayanda mütləq üzərinə su silin ki, daha da xırçıltılı olsun. Mən sadəcə hazırladım, düşünürəm ki, belə daha ləzzətlidir. Bəs sizin ən çox sevdiyiniz qutab hansıdır? Rəylərdə mütləq fikirlərinizi bildirin ki, görüm hansı qutab daha çox çoxluq təşkil edir. Nə qədər ət və göy qutabı da olsa, mənim üçün qarın qutabı birinci növbədədir. Ümumiyyətlə qutab dedikdə mənim ağlıma ilk qarın qutabı gəlir. Amma biz nə vaxt bağdan göyərti yığdıqsa və yaxud da göyərti aldıqsa mütləq əlimizi çırmalayıb bir xəmir yoğururuq ki, qutab hazırlayaq. Ət və göy qutablarını elə sobanın üzərindəcə yağladıq və biraz o üz qızartdıq. Çox ləzzətli idi. Göz haqqınızı halal edin, mütləq siz də hazırlayın. Anamın hazırladığı boranı qutabının da dadı bir başqa olur. Mütləq bir gün onu da sizlərlə bölüşəcəm. Bəs siz boranı qutabı yemisiniz?